Gəlin Neftçi əfsanəsi Kazbek Toayevin səs-küy yaradan müsahibəsinə qısaca nəzər salaq. Deməli, 85 yaşlı veteran futbolçu Samir Abbasovun Neftçidən göndərilməsini sadəcə bir istefa kimi görmür. O deyir ki, bu Azərbaycan futbolundakı dərin problemlərin göstəricisidir. Bəs Toayeva görə səhv nədir? Baxın, birincisi, o deyir ki, bu qərar çox tələsik verilib. Yəni, yeni yığılmış bir komandaya cəmi 13 tur şans vermək olmaz. Onun fikrincə, komandanın özünə gəlməsi üçün ən azı yarım mövsüm vaxt lazımdır. Abbasov isə bu vaxtı vermədilər. İkincisi, Toayev heç çəkinmədən deyir ki, əcnəbi məşqçilər bizdə uğur qazana bilmir. O vurğulayır ki, indiyə qədər gələnlər nə klub səviyyəsində, nə də millidə ciddi bir nəticə göstərməyib. Amma Tərlan Əhmədov kimi yerli mütəxəssislər kənarda qalıb. Bu böyük səhvdir. Və nəhayət o əsl problemə toxunur, sistemin özünə. Toayev deyir ki, yerli və əcnəbi məşqçilərin müqavilələri arasında böyük fərqlər var. Üstəlik, legioner limitinin ləğvi, yəni istədiyin qədər əcnəbi oyunçu oynatmaq imkanı. Bu, yerli gənclərin qabağını tamamilə kəsir. Bir sözlə, Toayevin müsahibəsi Azərbaycan futboluna çox aydın bir mesaj verir. Peşəkarlığı artırmaq və yerli istedadlara etimad göstərmək vaxtıdır.